Bismillahirrahmanirrahim. Şirin şeker, gül balalar, axşamınız xeyir olsun. Yoxunuz şirin olsun. Verilişinə xoş gəlib, səfa gətirmisiniz. Necəsiz? Yaxşısınız? Hə uşaqlar, yenidən yadınıza salıram ki, bizim veriliş üçün rəsm və videolarınızı göndərməyi unutmayın. Göndərin ki, bizlər də sizlərə baxaq və həm sizlərlə tanış olaq, həm də görək ki, bizim balaca dostlarımızın məharətləri nə qədərdir, necədir. Baxaq biz də sevinək. Həm də uşaqlar, efir qarşısında əyləşən dostlarımız da baxsınlar, tanısınlar sizləri də. Hə uşaqlar, hər axşam olduğu kimi bu gün də sizə çox maraqlı bir nağıl hazırlamışam. Hə, başlayaq nağılımıza. Ancaq nağılımıza keçməmişdən öncə sizdən bir söz soruşmaq istəyirəm. Siz evdə böyük bacı və ya qardaşsınız, yoxsa evin balacasısınız? Evdə əgər böyüksünüzsə, balaca bacı və qardaşlarınızla necə yola gedirsiniz? Onları sevirsiniz? Hə, qoy siz biraz fikirləşin. Mənim sualıma cavab verəsiniz ki, görüm onlarla dalaşırsınız, yoxsa yox, yoxsa həmişə mehriban olursunuz. Hə uşaqlar, başlayıram nağılımıza. Bugünkü nağılımızın adı Balaca Zürafədir. Görək nağılımızda söhbət nədən gedəcək. Hə uşaqlar, biri var idi, biri yox idi. Kiçik bir zürafə var idi. Bu zürafənin böyük ailəsi var idi. Anası, atası, iki bacısı və ən balacaları bizim bu zürafə imiş. Evdə olan digər zürafələr, bacılar çox ağıllı idi. Anasına kömək eləyirdi, atasına kömək eləyirdi, nənəsinə kömək eləyirdi. Yəni evdə çox sakit davranırdılar. Ancaq bizim bu balaca zürafə çox hər şeyə narazı idi, hər şeyə ağlayırdı. Bir gün ev qərarı aldı ki, mən böyük qardaş olmaq istəyirəm. Mən yorulmuşam bacılarımın velosipedini istifadə eləməyə. Mən yorulmuşam ki, bacılarımın hər hansı bir əşyasını istifadə etməyə. Mən istəmirəm. Mən artıq böyük qardaş olmaq istəyirəm ki, hər bir əşya özümün olsun. Həm də məndən balacasına verim. Hə uşaqlar. Beləcə qərarı aldı ki, getsin anasına desin. Anasının yanına təlaşla qaçdı və anasına dedi: Anacan, sənə bir sözüm var. Anası narahat halda soruşdu: Nə olub oğlum, nə xəbərdir, nə demək istəyirsən? Bizim bu balaca zürafə dedi: Mən artıq böyük qardaş olmaq istəyirəm. Mən də istəyirəm ki, məndən balaca qardaş olsun və yaxud da bacım olsun. Mən artıq yorulmuşam. Mən böyük qardaş olmaq istəyirəm. Anası dedi: Oğlum, bu qədər böyük ailəyik. Sən narahat olma. Hər bir sənə yeni əşyalar da alarıq. Ancaq yeni bacı və ya qardaş üçün münasib deyil ailəmiz. Yəni bu qədər sizə bütün əşyalarınızı almağa güclə pul çatdırırıq. Əziyyət olar bizə də. Hə uşaqlar, beləcə bizim bu balaca zürafə anasının sözündən qane olmadı və qaça-qaça atasının yanına getdi. Atasına dedi: Atacan, mən böyük qardaş olmaq istəyirəm. Mən də istəyirəm mənim təzə əşyalarım olsun. Mən öz əşyalarımı paylaşım. Beləcə bizim bu balaca zürafə elə etiraz eləyirdi, elə qışqırırdı. Atası da anasının verdiyi cavabı verdi. Bizim balaca zürafə yenə qane olmadı. Qaça-qaça getdi nənəsinin yanına. Nənə, ay nənə, mən anama deyirəm ki, mən balaca bacı və ya qardaş istəyirəm. Onlar elə deyirlər ki, yox, bizim ailəmiz bəsdir, bizim ailəmiz bu qədər bəsdir. Mən də böyük qardaş olmaq istəyirəm axı. Nənəsi dedi: Hə, yəqin sən hələ böyük qardaş olmağa hazır deyilsən ki, ananla atan eyni sözü deyiblər. Bizim balaca zürafə anidən dedi: Yox, mən hazıram.
Hazıram bütün maşınlarımı onunla bölüşüb oynamağa, hazıram balaca daşlardan ona qəşəng ev qurmağa, hətta paltarlarımı da verərəm. Yo, yo, mən hazıram. Nənəsi cavab verdi. Dedi, hə, mənim balam. Deməli, sən hər şeyi planlaşdırmısan, hər şeyi əvvəlcədən fikirləşmisən və bölüşməyi artıq bacara bilirsən. Bu xəbər nənəsini çox sevindirdi ki, bizim bu balaca zürafə bölüşməyi artıq bacara bilir. Və istəyir ki, ondan da evdə balaca bacı və ya qardaş olsun ki, o da bütün əşyalarını onunla paylaşsın, bölüşsün. Və nənəsi dedi, sən narahat olma. Bəlkə yaxın zamanda sən də böyük qardaş olarsan. Səbirli ol və gözlə. Hə uşaqlar, bizim bu balaca zürafə sevincli halda yatağına girdi, getdi yatmağa. Və bütün gecəni fikirləşirdi ki, görəsən nənəm nə demək istəyirdi? Görəsən mən böyük qardaş necə böyük qardaş ola bilərəm? Görəsən nənəm nə vaxt olacaq? Nənəmin dediyi nə vaxt olacaq? Belə fikirləşə-fikirləşə yuxuya getdi. Səhər oyandı. Hə uşaqlar, elə bir həftə keçdi. Bir həftə keçdikdən sonra bizim bu balaca zürafə məktəbdən qayıdan vaxtı gördü ki, qapıda tanış olmayan bir maşın var. Və içəri daxil olanda, evə daxil olanda gördü ki, onun böyük xalası gəlibdi. Onun böyük xalasının qucağında da balaca bir uşaq var. Və böyük xalası ona yaxınlaşıb dedi, bizim balaca zürafə məktəbdən gəlibmiş. Gəl bura gəl, eşitdim sən böyük qardaş olmaq istəyirsən. Bax, sən bu balaca zürafəyə böyük qardaşlıq eləyə bilərsən. Böyük xalası uşağın yeməyini bizim balaca zürafəyə verdi ki, böyük qardaşlıq eləsin, onu yedizdirsin. Bizim balaca zürafə birinci dəfə idi balaca uşaq görürdü və ona çox maraqlı idi. Onun yanaqlarına sığal çəkdi biraz oynatdı və yaxınlaşıb qulağına dedi ki, artıq mən sənin böyük qardaşınam. Bundan sonra necə oynamaq istəsən gələrsən məndən oynayarsan. Bizim lap balaca zürafəmiz elə bir başa düşübdü və başladı ona gülümsəməyə. Hə uşaqlar, bizim balaca zürafəmiz çox sevincli halda onun yeməyini yetirtməyə başladı. Onunla danışmağa başladı, onunla söhbət eləməyə başladı. Hələ bizim bu balaca zürafəmiz çox körpü olmağına baxmayaraq, bizim ərköyün hər şeyə narazı olan zürafəmiz isə bütün əşyalarını gətirib onunla bölüşməyə başladı. Və artıq uşaqlar böyük qardaş olandan sonra o heç vaxt narazılıq eləmədi. Həyatından razı oldu. Bacılarının velosipedini də rahatlıqla sürürdü və heç bir şikayət də eləmirdi. Hə uşaqlar, ondan sonra da dalaşmırdı ya heç kimlə, evdəkilərlə, heç kimi incitmirdi. Bacıları ilə çox mehriban olmuşdu və səbirsizliklə gözləyirdi ki, bizim bu balaca zürafəmiz tez böyüsün və onunla bərabər oynasın. Hə uşaqlar, bu günlük də nağılımız bu qədər. İnanıram ki, sizlər də nağılımızı çox bəyəndiniz və unutmayın ki, uşaqlar, əgər evinizdə balaca bacı və ya qardaşınız varsa, onları incitməyin. Bilin ki, onlar sizi çox sevir və sizlər də çalışın, onları sevin, onlarla oynayın, onlarla zaman keçirdin. Axı onlar balacadılar, hər şeyi böyüklərdən öyrənirlər. Odur ki, hərəkətlərimizə, rəftarımıza diqqət eləyək ki, bizdən balacalar da yaxşı hərəkət eləsinlər, yaxşı rəftarları yaxşı olsun, ana və atamızın sözünə qulaq assınlar. Hə uşaqlar, bu günlük də nağılımız bu qədər. Yerinizə girin, mışıl-mışıl yatın, yuxunuz bal kimi şirin olsun. Sağ olun, sağlıqla qalın. Xudafiz.